Quranda şiə kəlməsinin isbatlanması. İlk təqdim edəcəyimiz ayə Səffat 83. Və innə min şiatihi la İbrahimə. Həqiqətən İbrahim onun şiələrindən idi. Hicr 10. Və ləqəd ərsəlnə min qəblikə fi şiai əl-əvvəlin. Doğrudan da biz səndən öncə şiələr göndərmişik. Yəni şiələr haqq yolçuları hesab olunan şəxslər şiə adlandırılmışdır. Və İslamdan qabaqda onlar göndərilmişdir. Növbəti ayələri sizə təqdim edirik. Əl-Qəsəs 15. Şiatihi Məryəm 69. Şiatin Ənam 65. Şia'an Əl-Qəsəs 4. Şia'an Rum 32. Şia'an Ənam 159. Şia'an. Aşkarladığımız 8 ayədə açıq-aşkar şiə kəlmələri gəlmişdir. Bu ayələrdən aydın olur ki, şiələr əsrlər boyu mövcud olmuşlar. Hər bir peyğəmbər şiə olmuş və haqqın yolun gedən hər bir kəs, hər bir bəndə şiə adlandırılmışdır. Allahın kitabında, Quran-ı Kərimdə nazil olan bütün şiə kəlmələrindən ibarət olan ayələri sizə təqdim etdik.